Əmək stajına görə əlavə məzuniyyət necə tənzimlənir? Cavabı indi diqqətinizə çatdıracağım. Belə ki, Əmək Məcəlləsində digər hal kimi əlavə məzuniyyət günləri əmək stajına görə verilir. Bu halda əmək stajına uyğun olaraq əsas məzuniyyətə əlavə məzuniyyət günləri verilir və bu aşağıdakı kimi tənzimlənir. Əmək stajından asılı olaraq işçilərə 5 ildən 10 ilədək əmək stajı olduqda 2 təqvim günü, 10 ildən 15 ilədək əmək stajı olduqda 4 təqvim günü, 15 ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Əmək Məcəlləsində əvvəllər əmək stajına görə əlavələr işçinin bir müəssisədə çalışdığı illərə görə edilirdi. Məsələn, işçi bir müəssisədə 5 il işləməli idi ki, ona 2 gün əlavə məzuniyyət verilə bilsin. Təbii ki, bu düzgün bir addım deyildi. Bir neçə il əvvəl məcəllədə dəyişiklik olundu. Artıq əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin ümumiyyətlə işə götürənlə əmək müqaviləsi bağlayıb faktiki işlədiyi dövrə əsasən müəyyən edilir. Əmək stajını işçinin əmək kitabçasına əsasən müəyyənləşdirmək olar.